Növbəti videomuzu çəkilən artıq 159-cu bölüm. Bu həftənin 5-ci, 6-cı günü bu video yayınlanacaq. Həm də ki, yeni sezon olaraq bu videonu siz təkrarən görəcəksiniz. Çünki mənim elə vaxtım yoxdur tək-tək çəkməyə. Yəni uzun video çəkməyə, belə deyim. Short videolar gələcək ancaq yeni sezon üçün. Hələliyinə, amma uzun videolardan davam edəcəm. Normalde ben bu kartları saklamıştım yepyeni sezona. Çünkü dostlarımdan almışım. Bu qalınlıqda kartdır. Həm də ki, öz kartlarımda var. Bu qədər təzə olaraq. Onlardan başlayaq istəyirsiniz birinci. Hansından başlayaq deyim. Elə eləyək. Yoxsa dostlarımızdan başlayaq. Gəlin də bunlardan başlayaq. Niyə girib? Luis Suarez. Jordi Alba. Sergio Ramos. Şimdi Kimpembe, Casemiro, Virgil van Dijk, Keylor Navas. Yani bununla bu eyni şey değil. Bakın arkası belədir. Arkası belədir. Kartlarda da biraz fərqlilər görürük mü? Eyni kartın normalde neyse. Verratti, Ramos, Kevin De Bruyne. Yani bu kartların bəzi eyni göstərdikləri, məsələn, bunlar 22-23 sezonun kartlarıydı. Bunlar da ki 23-24 sezonun kartlarıdır. Bir de başka kartlar da var. Arkada Kimmich. Dušan Vlahović. Eynisi. Və burada dünya qatarı yazılıb. FIFA World Cup Dünya Kupasının kartları var. Ama eyni şeyler de, yani kısacası desem. Dararay. Aha. Bakın 2 tane Bernardo Silva, 2 tane Karim Benzema, bir tane Oliver Giroud ve de bir tane Kimmich'in kartı var burada. Artık videomuzun neçənci ikinci dəqiqəsini biz doldurduq. Bunu koyum təkrarən yerine inşallah girəcək. Bazen girir misin lütfen? Bir de kesin səfər belə açdıq. Bilirsiniz ki, bir paketdə bundan açdıq. Eden Hazard ve Hakim Ziyech'in kartıdır. Ben bir de başka kartlar da var. Onu getireyim. Tez göstereyim sizlere. Hello, tekrarın geldi. Açtığımız sizlerle bugüne kadar açtığımız bu neydi? Bütün lig efsaneler kartı buradadır. Göstereceğim olarak. Kesinlikle bazı böyle kartlarımız var. Hemen onlara videosunu çekeyim. Başkası yoktu ki. Messi, Courtois, Bernardo Silva, Ramos, Aubameyang, Hernandez, Benzema, De Bruyne, Konde, Ramos, Boyes. Böyle futbol kartlarımız var. Növbətin hansı kartlar qaldı? Bir de Sabahın kesmiş baş məşqçinin kartı var məndə əlində. Vasili Berezutski. Bir de dünən bir kart tapdım Real Madrid'də özel. Öz kartlarımın arasında tapdım təbii ki də. Bu hansı Portuqaliya İspanya'nın Millətlər Liqasının final qarşılaşmasında ümumi ikincisi oldu. Pepe ve Ronaldo'nun kuboku kaldırma şeyi. Ayın birində uşaq bayramında sizler için açdığım bax belə kartlar var idi ki, Paw Patrol. Bunları belə göstərim sizlərə. Bilmirəm nədir bu. Böyle Mbappe kartı var. Onu da elə belə videosu geçmişəm. İndi növbəti videomuzu biz çəkək sizlərlə. Sən hara düşdün? Niye düşürsən bala? Yalvardım sənə düş. Növbəti videomuzu keçir alaq. Birazdan bunları da göstərəcəm sonda.